Ayrıca çok güzel bir mətləbə işarə elədiniz. Keçən dəfə də bunu çox açıqlamışdınız. Dediniz ki, demişdilər ki, həmən bu traktor bərnaməsində Təbrizdə bir pərçəmləri götürürlər. Siz demişkən, bir pərçəmi götürmək mənim nəzərimdən heç işğalı yoxdur. Bəlkə ki, alan bu vəziyyəti camiədə mən duran bir dənə məsələn Filistinin pərçəmini götürəm, mənə heç tutmayacaq. Düzdür. Filistin pərçəmi xoşdur. Amma Azərbaycanın pərçəmini götürəndə, Türkiyənin pərçəmini götürəndə ələmşəngə salırlar. Mənim yadıma gəlir, Nəvidi Azərbaycanda bir dənə biz xəbər vermişdik, əgər yadınıza gəlsə. Səfarət Türkiyə İranda bir bərnamə qoyacaqdı, nəzr edəcəkdi. Biz o xəbərdə Türkiyənin pərçəmini də işlətmişdik. Xəbərdə bilirsiniz də, siz özünüz bizdən qabaqdansınız, jurnalistsiniz, qədim jurnalistsiniz. Əksizdən istifadə edirlər. Əksiz xəbərdə çox mühümdür. Tehrana kimi yadınıza gəlsə bizi səhvdilər Tehrana ki, asən pərçəmin Türkiyəsi, Türkiyənin pərçəmini ruznamədə dərc edibsən. İndi təzə nəslə bu sual olur. Mən Filistin pərçəmini götürürəm, mənə ki, dinən yoxdur. Amma Azərbaycan pərçəmini götürəndə mən oram pan-türkism. Çünki əzbəs məhdudiyyət yaratmışıq və bir layihəyə camiədə istəyiblər ki, təmin edirlər, sən pərçəmin Filistini götürsən, heç işğalı yoxdur, bəlkə daha da xoşdur. Bunu götürsən pisdir və əvaqibi var. Nəticəsi bu olur ki, bugünkü nəsl bilə-bilə gəlir Azərbaycan pərçəmini götürür, Türkiyə pərçəmini götürür, 3 dənə də şüar verir, içərisini tökür eşiyə. Və yaxud da alan əxirən Trump gəldi, Xəlici Farsın bəhsində Xəlici Ərəb elədi. İndi şəbəkəyi məcazı doludur. Baxıram, mən də rəsə deyirəm, şəbəkəyi məcazını görürəm. Yazıram, məni türk. Mənə nə fərqi var? Xəlic adı ola Xəlici Fars ya Xəlici Ərəb. Fars da İranlıdır, Xuzistan Ərəbdir, İranlıdır. Nə fərqi var mənə? O Fars ola adı ya məsələn Ərəb ola. Dərsayı bir seri siyasətləri qələtdir. Ki, siz qəşəng işarə elədiniz. Buyurusuz zindanı gedir, orada bilməyənləri öyrəşir və ayrı bir model çıxır. Sən nə qədər üstdən bizə bərəks əməl edirsən, camiə onu cavab vermir. İndi nəsl cədid yetişib buna, təzə nəsl buna yetişib. Bizim hakimiyyətimiz, bizim dövlətimiz nə mənə deyir? Bizim çox cavanımız, çox millətimiz onun əksinə əməl edir. Bəzi hicabda niyə şikəst yedir, niyə müvəffəq olmadılar? Baba, zorla sən çadır ötürənməsən cəmaatı. Necə ki, Rizashah cəmaatın başına zorla açdıranmadı, açanmadı. Açanlar açdılar. Amma aşmayanlar aşmadılar. Bizim validəmiz aşmadı. Şah zamanında aşmadı. İnqilabdan sonra da aşmadı. Ölənə qədər də çadırası ilə də, hicabı ilə də, namazı ilə də, niyazı ilə də. Ona görə üst siyasətlər gücü gəlir qabağa. Təzə nəsil sizə nəzər, nəsil görürsünüz. Bu vəziyyət hara gedəcək? Ərz edeyim, bu pərçəm qəziyyəsi bir də nimaddır. Nimad o kişfət. Sən hansısa hütelə getsən, hütelin bizədə üzəsi olsa, 5 sarıtır olsa, sarıtır olsa, getsən görsən 100 dənə pərçəm düzü var. Pərçəm İngilistan var, pərçəm. Çünki niyə o kişvərlərdən bir nəfər gələcək var? Məni Almandan buna çağırmışlar, getmişdim Almana. Mənim qonşum vardı, Allah rəhmət eləsin, Haşimi, Əhbər Haşimi. Bu da Almandaydı. Bu bir gün mənə orada teldə gördük bir-birimizi. Dedi, nəzər, gedirəm bir karxanaya, Kaprisana, Ab-Mivə karxanasıdır. İstəyirəm Urmiyyəyə bir dənə bir zad alam, bir karxanaya alam, Ab-Mivəyə alam. Sən decə, mən İngilisi elə təvəccüh olmuram. Biz də bundan getdik, mən gördüm karxananın başına, vuruldusunə İran pərçəmini vuruldu. Mən dedim ki, bizdən qabaq vəzir vəkildə gəlib bura hətmən. Məsələn, ya Ayr Əlsumur burada, ya vəziri, məsələn, kişvər buradadır. Getdik oraya gördüm, hər yer İran pərçəmini vuruldu. Nahar ki, gəldilər bizə nahar verdilər, o
Sulfanın başında İran pərçəmi var. Bir dənə Almanın pərçəmi, bir dənə İranın pərçəmi. Mən o mizbandan soruşdum ki, bu vəzirdən, vəkildən gəlib bu karxanaya, dedi o. Dedim, mən nə yaxşı bu İran pərçəmi, dedi, siz gəlmişsiniz, siz İranlısınız. Ağa sənin ədəbin olar, fəhmin olar, şuurun olar. Pərsəmi bir dənə şifəri qoyasan teliyə, bəran ki, onun musafiri gələndə ehsas eləyə öz məmləkətinə gəlib. Biganə özün çox bilməyən. O, eləyə biləsən, ondan istifadə eləyəsən, eləyə biləsən, ticarət bərqərar eləyəsən filan. Amma bir dənə bənd eləyəsən, bir dənə bir belə bir parçaya ya pərçəmə, sən o kişilərin pərçəmin götdün, der nəticə zidd inqilabsan, der nəticə məşrubsənsən, der nəticə nökərsən, casussan filansan. Yox, gərək elə biz sizin o Lütkom Filistin pərçəmin gərək etmən götürədir. Nə fərqi var o? Filistin bir kişilərdir, bizə möhtərəmdir, pərçəmi də möhtərəmdir. Azərbaycan Şumalıda bir dənə kişilərdir, o da möhtərəmdir, pərçəmi də bizə möhtərəmdir. Sənin şuurun olar, bu məsələdən istifadə eləyə biləsən, şuurun olmaz bu cürdə bədbəxtçılıqla çalasan başıya. Bizim bu pərsəm məsələsi, bu dedim də bir etiqadı bir məsələdir ki, bir dənə bir nimatdır. Mən gedirəm Türkiyəyə, görürəm orada bir nəfər İran pərsəmindən köynək düzəldir, özünə xoşum gəldi. Keçən edirəm ondan xoş rəftar eləyəm, gedəm ondan xərid eləyəm. Ya o hüteli ki, mənim də pərsəmimi qovbura gedəm ona musafir olar. Baba bunlar bir o rəvabitə həmzistliyi müsəlmət hamizi bu dünyadır. Amma mən futboldan başım çıxmaz. Nə indiyə ki, mən futbol ömrümdə oynamışam, nə bilən futbol yanə mənə. Yazaram, ərz elədim, mən qəbl əzin ki, qazi olam, mən Şeyhanda dəbiri servisi Ruzanə məqalat Şeyhanıdır. Mən Ruzanə nigarıdır. Mən oturmuşam evimdə məqalə yazıram. Məsələn, məqaləm bir yerdə kanalı nəşriyə nəviddə ya bir istilah kanalı telegrami nəviddə pəxş olur. O birlər də çoxlu kanallar bunlar istifadə edirlər, pəxş edirlər. Bir nəfər yazır, üzrəm bu Urmiyyədə məxsusən, bir nəşriyyədə yazır ki, hamı tanır istəmirəm adını aparam. Ağa, sən ki bu cür yazırsan biz vətənpərəstlik və Təbrizdə ya Qutlar Vadisindən Qutlar tərəsində və pərçəmə asıbla bir dənə. Ağa, mən nə təyir edeyim pərçəmə asıbla? Nə edeyim pərçəmə asıbla? Da bəs yazmayam gərək. Gərək də Tusiyə bir söz deməyəsən. Bu məmləkətdə Quran xanların başına nə onun istəyir gətirək. Niyə? Çünki bir nəfər yadigar İmam Təbrizdə pərçəm qozuyubdur. O pərçəm də Türkiyə pərçəmidir, ya Azərbaycan pərçəmidir. Sən də onun yanında bir nəfərin əlinə Filistin pərçəmi versin, o da Filistin pərçəmi. Bunlar nimaddırlar, bunlar nişaniyə əlaqə və həmdigərdir. Ağay Mehran, mən bir gün Avropaya gedəndə, bir xarici kişilərə gedəndə, mən bir Asiyaya kişilərə gedəndə, orada görsən mənim pərçəmimlə, ehtiramla bərxurd edirlər, əlaqə tapıram onlara. Xuday aləm şahiddir, mən bir dəfə ömrümdə getmişəm Maleziyə, şifte-i Malezi olmuşam. Niyə? Bəran ki, oradakılar bir istilah, bu İran məsələsi gələndə başqabaq eləmir. Məsələn, getmişəm Sueddən narahatam. Niyə? Məsələn deyirəm də, İranlı görəndə başqabaq sallırdılar. Baba, bunlar bir növ rəvani bir şeylərdir. Bizim şuurumuz yoxdur fəqət. Vəssalam çox tamam. Biz bu dünyada zindiqanlıq eləyəm mən. Biz bu dünyada gəyirdə başımıza vuraq, salaq başımıza, amandır, bir yeyin pərsəmin qovza salaq, əslən toq eydam eləyər. 2 nəfər Tehrandan gəlmişlər, mənə çağırdılar bir mütələ getdim, orada danışmağa, salam, aleyküm, əssalam. Ağa, bu əlamət nə mənədir? Deyim, vallahi, güllərin əlamətidir zahirən, bozqurd əlamətidir. Deyinən, bunlar əlaməti nişan verməsinlər.
Mərbut. Mən demişəm o əlamətin nişan deyin. Şimdi deyəm siz o əlamətin nişan deyin mən. Taze sen fikirsən mən məmləkətdə nə qarəyəm? Bəzi məqalazat yazıram. Mümkündür 4 nəfər oxuya deyə bəh-bəh. 4 nəfər də mümkündür. Bəh-bəh deməyə hələ biraz da ayrı tamzat bura. Mən xalqa gedim deyib sən bu əlaməti satına deyilib cənnəmə gedəndə sənə nə var bu? Ha bəs onda biz özümüz bildik neynəsiyim gedin hər neyiniz elə. Gəlmişsiniz məndən cazanmağa. Sizin dedim ürzəz olsa bu şəhərdə cəmaat çoxalıbdır. Bu şəhərdən bir 200 min nəfər öldürə bilsəz, mən rahat gedərəm, tamamı. Hər sürətxanada mütörə alım gedərəm evimə. Necə mütörə almağa 8 saat dururam çatda. Gedin nə mənə istəyirlər əlinizdən, nə mənə gəldir elə. Sizə Azərbaycandan bu qədər çiniz, nifrətiniz var. Gedin dava eləyin də. Siz Türkiyə ilə nəyə bu qədər çini, nifrətiniz var? Osmanlı deyəndə yüz beqolu qızarır. Gedin dava eləyin də. Bizə nə mərbutdur? Hənnətunun bizə niyə verirsiniz? Xoşun gəlmir, ağa gedər Fransızla dava elə. Xoşun gəlmir, ged Ərəbistanla dava elə. İndi də xoşun gəlmir, ged İsraillə dava elə, ged Amerika ilə dava elə. Biz deyirik ki, geçsinək bu dünyada. Həmsayələrlə geçsinək. Bu dünyanın mevcut məmləkətləri ilə geçsinək. Ağa bir məmləkəti ki, uzvi sazmanı miləldir. Orada pərçəmi var, ağa sən bunu oradan aparamazsan. Sən belə deməyən də ki, 45-in səhərlidir. 450 ildir sən oradan aparamazsan. Baba, bəzi üzr istəyirəm, bizim bu ağalarımız bir miqdar zad olublar. Necə dedim mən, niyabəti danışdı vaxtı bir qolu mübarizə edirdi. Bu ağalar da mən fikirəm, ihsas edirlər məsələn Allah tərəfindən gəliblə elə bu hükümət eləməyə, ya məsələn bu sözləri deməyə. Ağa bir şeyi Allah özü istəsə özü həll edər bəradərimə. Bizim etiqadımız var, bizim etiqadımız ideolojik deyil, çarçubu yoxdur. Sən bu dünyada yaşamağa gərək özcəyə ehtiram qoyasan. Necə ki bir küçədə yaşamağa sən gərək öz qonşuyan ehtiram qoyal olasın. Sən qonşuyan birine ehtiram qoymasan, o da sənə ehtiram qoymaz. Bir mütəəssifanə bu qələt siyasətlər bizi bada verir. Hələ mən çox demirəm bada verəcək. Deyirəm bada verib. Bu elə bada verməklikdir da. Vaxtı sən bizim ərzişi pulumuzu hiss eləyənmirsən, sən vaxtı nəfti verirsən öz dostlayan Əraqa onun pulunu alanmırsan. Nəfti verirsən Çinə onun pulunu alanmırsan. Və nəticə sən elə bir o salıbla dərmandərciyə da bir miqdar özünü sındırmırsan, ataran-bataran elirsən. Da bunu biz bilirik də nəsidir da. Mən vaxtı görürəm, mənim pulum gün ərziş gedir aşağı. Ağalar eyni xiyallarına da bir xatirin ki, huş eləmirlər. Bir xatirin ki, tilyar pul nəflərin ala bilsələr, bir surət xüsusi alırlar, qoyurlar tiplərinə. Mühüm də biləsinə $1000 ola 100.000 tümən, ya $1000 ola 1 milyar tümən, nə fərq elə? Əgər $10 ehtiyacı var, 10 milyardı verir, $10. Ya 10 tane 100.000 verir, $10 olar. Mənsən ki, məhdud bir sərmayəmiz var, hüququmuz var, sərvətimiz var. Bizə çətin gəlir ki, pulun ərzişi aradan gedir. O, pulun ərzişi aradan gedir, Alman kimində bir zaman bəzi kişilərdə deyir, bu da Almanın, o kitablarını mən oxuyaram Zəngicahanədə. Görürsən, məsələn, 21 dənə jeneralı ali rütbəni mühakimə edirlər. İttihamlarına mənədir. Bir də yer alma olurlar işte. Yəni eşqinə, xanımına, istədiyinə bir də yer alma olur. O tərəf hesaplamışdı, qarşına stadıqatdakı deyə bu neçə zərəl vurub bu yer almanı oğurlamağına. Yazmışdı o yer almanın qiyməti 21.000 markıdır. 21.000 markı sən cibiyyən qoysaydın, geçsəydin Urpaya bir zaman full Urpanı ala bilər. Vəli o zaman bir dənə yer alma Almanda 21.000 markı. Bu da cəngin nəticəsi idi. Mən
istilah bir məqalə yazmışdım. Ayıb fizikçiyan, zəng eləmə fəqət. Nəm neysə elə. Hər nə mənə danışsan danış. Bu bilədə nəsr etərsən ki. Nəm nə deyirsən deyiclə. Bəli, heç kəsdən vardı, zəng olma. Çünki əvvələn o zaman deyir ki, cəmaata aşıqı şəhadət ola milyon tökülə cibahayı Əraqda aradan gedə. Büyün adamı uşaqların əksini görəndə, filmlərini görəndə Xuday aləm şahid adam özündən nifrət tapır. Və biz o zaman niyə qoyduq bu uşaqla gedəcək? Bir uşaq içələ tüfək əndazəsizə yoxdur. Bunu nəyə qoysan gedəcək bəyə? Mütəəssifanə bu ideoloji bazlıq bir nəfər ağa var. Bir zaman hesab idarələrin birində idi. Cavab yazıb ki, ağa siz bu məmləkətə heç zəng eləməmişsiniz. Yaxşı eləmişik, eləməmişik. Zəng eləyəcəkdir, sənin kimi çapdarlar. Otura yiyələ bizə gülədir. Yüz istəyirəm, mən öləm, gedəm, şəhid olam. Bir ağa getdi siman almağa. Dedilər şəhidin var, dedi yoxdur. Dedi, gəlib bir adamın ola, şəhid ola, ki, sənə siman verə bilər. Dedi, valla 9 dənə qızım var da, dedi o 9 dənə qızı yolla. Dedi özün get bəs sipəyə, dedi özüm gedim sipəyə və simanı kimə verəsən. İndi biz də gedərdik, şəhid olardıq, böyük simanı kimə verərdik. Bunlar bir məskər adamlardılar, bunlar adamın qanun duşa gətirirlər. Əgər bir nəfər də bu məmləkətdə zülm edir, bunların ləcindəndir. Yəni bir dənə ay Mehran, mən bu əxir məqaləmdə də bunu yazmışım. Yazmışam, amma heç kəs bu məmləkətdə filmə baxmır. Məgər film qədəğən olur. Heç kəs bu məmləkətdə kitab oxumur. Kitab oxumaq bir zaman ki, məsələn, mənim bir yalandan bir kitabım çıxardı 15.000 cild, 10.000 cild. İndi cild yetişib 50-yə, 60-a, 20-yə. Onu da alan yoxdur. Tərəf nevisəndə özü gəyə ona buna kado verə. Niyə? Bulağın sayəsindən. Məgərin ki, kitab qədəğən ki, məmnun kitab olur. Deyələ bunu dövlət yığıbdır, düşələ hamı o kitab axtarır. Hər yerdə, hər məsələdə, hər bir dənə bir şey ki, şəraitə adədədir, bu cəmaat ona nə mənədir? İstəmir onu, vaqəən budur, dilsərd olublar, əfsurda olublar. Xodkoşu çox alıbdır, məsailə. Bəli, bunların beyninə girmir, bunlar başlayıblar, görərlər, kim bir bunlar yüz istəyirəm bu nəfxorlara, kim bu tusilərə, kim bu rantxarlara bir kəlmə söz deyir, onların əleyhinə başlayarlar. Söz yazala, bəran ki bilirlər, böyün olağan əleyhinə deyildi. Sabah bunlar hesab üzə çıxırlar bunların məsailə. Düzdür.